Bəli, mən südümü tökəcəm ona. Tutacam belə götürünə, tökəcəm ona südümü. Amma ay millət, ay başda dönüb sizi. Bu günləri əsl zəhmətkeşlərə, əsl fermerlərə buradan səslənirəm. Bu heç cürə biz nətər ayaqda qalaq, biz nətər yaşayaq ayaq üstə. Bu günləri ölkəmizdə südün qiyməti neçədir? Biz kimlərin əlində qalmışıq? Biz zülmlə istehsal etdiyimiz südü bizdə neçə alırlar? Baxın, mənim bu günlər bu qarşımda bizim heyvanlarımızın səhər sağımında 60 litr süd var mənim qarşımda. Yəni bunlar gəlirlər südü bizdən. Bax bu bankanı. Bu gördüyünüz banka ki var, 1-3 kiloluk banka. 1-3 kiloluk banka südü bizdən 45 qəpiyə alırlar. Bunun litri düşür 15 qəpiyə. Yəni bu günlər fermerdən alınan südün qiyməti budur. 15 qəpiyə mən bu tay gördüyünüz bu ot tayalarına mən 7000 manat pul vermişəm. Hələ bir 200-250 preslə hardasa mənim ot almalıyım bundan sonra ki, mən qış tədarükümü görə bilim. Mən 15 qəpiklə mən nətər ayaqda qalım? Sonra deyirlər ki, kətdə kətçilər yaşamırlar. Kətdə kətçilər heyvan saxlamırlar. Bundan xəbər olan varmı ki, mənim südümü 15 qəpiyə alırlar? 1 kiloluk qatığın bu günləri qiyməti ölkəmizdə 5 manatdır. Məndən 15 qəpiyə alınan südün aparır içinə mayatır 5 manatdan balonun qatığını satır. Yəni bu belə olmaz axı. Mən heyvanlarla məşğul olan bir adamam. Mən buradan südümü aparıb, dalma şəhərlərimi aparıb, Bakıda mən qapı-qapı süd satmalıyam. Bu dünyanın harasında 15 qəpiyə südü var? Dünyanın harasında bu vəziyyət var? Bu vəziyyətə bizi salanlar kimlərdir? Mən bütün fermerlərə səslənirəm. Mənə dəstək olun. Mən ölkənin aidiyyəti qurumlarına, Kənd Təsərrüfatı Nazirinə səslənirəm. Bizim səsimizə səs verin. Bu belə davam eləyə bilməz. Mənim inəyim nə qədər süd verməlidir ki? Nə qədər süd verməlidir ki, bu inək 15 qəpikdən bu inək öz mayasını çıxarsın? Mən çox istəmirəm, amma heç olmasa bunu bizdən 1 manat alsınlar da. 1 manat alsın, aparsın 5 manata satsın. Mən artıq şey istəyirəm. Yaxşı, hələ mən yaxşı bilirəm ki, ölkəmizin bəzi yerlərində bunu 40 qəpiyə alırlar bankasını. Bəzi yerlərdə 50 qəpiyə alırlar. Axı, bu belə davam eləyə bilməz. Bu bir, mənə deyirəm ki, südü verməyəsən, deyir verməyəsən, neyniyəsən, itə tökəcəksən də. Uzaq başa toyağa düzə tökəcəksən. Və mən həmin insana səslənmək istəyirəm. Bu süd mənimdir, mən bunu nə zülümlə, görürsünüz mənim üstüm başım, şalvarımın dizinin başı kirinə baxın. Tezdən yuxudan o başlarından dururam. Mənə yuxudan duranda əlimə lapatka alır. Mənə deyir, südü tökəsən o ana, dəyitə tökəcəksən. Bəli, mən südümü tökəcəm o ana. Tutacam belə götürünə, tökəcəm o ana südümü. Amma onu bil ki, mən 15 qəpiyə süd verməyəcəm. Tadım ki, mənim südümün qiyməti düzələnə qədər, tadım ki, mənim tələblərim yerinə yetirilənə qədər, mən heç kimə süd verməyəcəm. Ya bu malı tələf edib, mən də çıxıb gedəcəm Bakıya, hamısı nə var, satıb onun dəmirin, daşın, heyvanı, satıb mən də çıxıb gedəcəm Bakıya, ya da ki, mənim südümü bir insan qiymətinə götürür. Demir ama mənim südümün litrini 1 manata götür. Heç olmasa bunun bankası 1 manata götür ki, biz də ayaqda qala bilək də. Heç olmasa bizim inəyimiz verdiyimiz südü, bunun bankasını 1 manata götür ki, otumuzun, yemimizin pulunu çıxarda bilək də. İrəli getməyək, heç olmasa yaşaya bilək, sürünməyək. Bu qədər. Mən bütün fermerlərə səslənirəm ki, bizə dəstək verin. Bizə dəstək verin, südünüzü ucuz qiymətə verməyin. Verirsiniz, özünüz bilərsiniz. Amma ki, bu belə olmaz. Kənd Təsərrüfatı Naziri, hörmətli Mərzun Məmmədov, sizdən artıq xahiş edirəm. Bizə sahib çıxın.